İllərlə bildiyim bir bilgini sizinlə paylaşacağım. Hansı ki onda yeni ailə qurmuşdum. YouTube kanalından bir türk gənc oğlan. Onun videosu çıxmışdı qarşıma. Təsadüfən və orada spagettinin pişib bişmədiyini necə öyrənmək olar onu göstərirdi. İndi mən də sizinlə həmin o bilgini, uzun illərdir bildiyim bilgini bu vaxta qədər niyə özümdə saxlamışam, sizlə paylaşmamışam, onu paylaşacağım. Deməli bir ədəd götürürük və sonra bu bir ədəd götürdüyümüz spagettini normalda bilirsiniz də qaz peçin ətrafı nədən olur? Kafeldən olur. Kafelə bu şəkildə vurursunuz. Əgər kafelə bu yapışıb qalırsa, deməli bişib. Yox, yapışıb qalmayacaqsa, bu onun bişmədiyinə işarə idi. Bəs siz bunu bilirdinizmi? Düzdür, mən bunu həmişə sınamıram, amma bəzən tərəddüd edəndə bu şəkildə yoxlayıram. Bəli, indi cavablarınızı gözləyirəm. Bunu nə edirik? Nə qazan atmırıq, nə də təkrarı yemirik. Atırıq bir həyətdə kənara ki, qurd quş bunu yesin. Hələlik.